Bura Qaradağ rayonu sahil qəsəbəsidir. Xəzər dənizində baş verən suyun çəkilməsi kiçik adaların yaranmasına səbəb olub. Milli Məclisdə Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində süni torpaq sahələrinin yaradılması haqqında qanun layihəsinə baxılıb. Qısacası, Xəzər dənizində süni adalar yaradılacaq. Ekspert Natiq Cəfərli qeyd etdi ki, qəbul olunacaq qanun layihəsi süni adaların yaradılması ilə bağlı hüquqi əngəlləri aradan qaldıracaq. Onu da vurğuladı ki, adaların yaradılmasında müəyyən məqsədlər var, onlardan biri də turizm sahəsi ilə bağlı ola bilər. Dünya təcrübəsində bunun ən uğurlu nümunəsi kimi Dubayı göstərmək olar. Daha maraqlı hissəsi bu məsələnin Azərbaycan çox böyük logistik mərkəzə çevrilmək üzrədir. Burada da Xəzər dənizinin yük daşımacılığı önəmli rol oynayır. Və Xəzərin suyunun getdikcə çəkildiyinin də şahidi oluruq. Bir neçə ildir bu proses davam edir və əvvəlki limanlar artıq o yük götürmə qabiliyyəti iri olan gəmiləri qəbul etməkdə çətinlik yaranır. Çünki su azaldıqca onların sahilə yanaşması, limana yanaşması problemə çevrilir. Dərin sularda infrastrukturu qurmaq üçün isə süni adaların yaradılmasına və onlardan yolların çəkilməsinə ehtiyac yaranacaq ki, bu qanun layihəsi məhz düşündüyümə görə, mənim düşüncəmə görə məhz bu sahəni tənzimləmək üçün nəzərdə tutulur. Çünki Azərbaycanın dediyim kimi böyük potensialı var və bu potensialdan istifadə etmək üçün mütləq dəniz limanları işlək və cəlbedici olmalıdır. Dünyada süni adaların yaradılması üzrə Yaponiyanın lider olduğunu desək yanılmarıq. Ərazi çatışmazlığını aradan qaldırmaq üçün yaradılan adalarda hava limanları və megapolis şəhərlər salınıb. Ekoloq Sadiq Həsənov bildirdi ki, Yaponiyada yaradılan süni adalar məişət tullantıları vasitəsilə tikilib. Azərbaycanda da bu nəzərdə tutulsa çox böyük bir irəliləyiş ola bildiyimiz kimi məişət tullantılarının utilizasiyası tək Azərbaycanda yox, bütün dünyada ən böyük problemlərdən biridir. Onları kompost şəklində yığıb, məsələn, adalarda istifadə olunsa, bu daha böyük əhəmiyyətli olar. Eyni zamanda məişət tullantılarının utilizasiyasında bir addım olar. Eyni zamanda adaların qurulması, məsələn, Abşeron kimi yarımadanın artıq inkişaf perspektivləri tamamilə tükənmiş adanın daha da genişlənməsinə, yeni turizm obyektlərinin tikilməsinə səbəb ola bilər, yeni iş yerlərinin açılmasına səbəb ola bilər, müsbət hallardır və eyni zamanda həmin adalarda bərpa olunan enerji mənbələrindən istifadə oluna bilər, xüsusilə günəş enerjisindən, külək enerjisindən, hansı ki, Xəzər dənizində bu daha çoxdur, daha boldur. Yəni bunları tətbiq etməklə enerji problemlərini yəni həll edə bilərik. Bəs gələcəkdə Xəzərdə suyun səviyyəsinin artması baş verərsə, süni adalarla bağlı hər hansı fəsadlar yarana bilərmi? Xəzər dənizi sürətlə geri çəkilməkdədir. Məsələn, biz indiki Xəzər dənizinin vəziyyətini 2000-ci ilə müqayisə etsək, 2 metrə qədər suyun geri çəkilməsi var. Xəzər dənizində suyun səviyyəsi artsa, bunun fəsadları olacaq. Burada əsas risklərdən biri odur ki, orada metal konstruksiyadan az istifadə olunur. Çünki dünya təcrübəsində, Yaponiyada da həmin o yaradılan adaların heç birində metal konstruksiyadan istifadə olunmuşdur. Müxtəlif məsələn, birini mən saydım, o məişət tullantılarından istifadə olunur, digəri beton dirəklərdən istifadə olunur. Şükür, yəni gələcəkdə onların dözümlülüyü olsun. Digər bir maraqlı məsələ, süni adalar özəl mülkiyyətə çevrilə bilərmi? Xəzər dənizində torpaq sahəsinin özəl mülkiyyətə çevrilməsi qanunvericilikdə qadağandır. Bu sözləri millət vəkili Nurlan Həsənov deyir. Bu o halda ola bilər ki, əslində mülkiyyət məsələləri bizdə bu formada tənzimlənir ki, ilk öncə sifarişçi, yəni süni torpaq sahəsi yaratmaq istəyən şəxs icarə hüququ əsasında su fondu torpaq sahəsinin bir hissəsində tikinti apara bilər və eyni zamanda daha sonra süni torpaq sahəsi yaradıldıqdan sonra da həmin süni torpaq sahəsi icarə hüququ əsasında sifarişçiyə verilir. Lakin sonradan artıq həmin süni torpaq sahəsinin üzərində tikinti prosesi başa çatdıqdan sonra və həmin tikinti obyekti istismara verildikdən sonra bu zaman artıq sifarişçi həmin tikinti obyekti üzərində mülkiyyət hüququ əldə edir. Amma dediyim kimi, həmin o su fondu torpaq sahəsi, eyni zamanda süni torpaq sahəsi bu özəl mülkiyyətə verilmir. Yalnız onun üzərində olan daşınmaz əmlak belə deyim, mülkiyyətə verilir. Süni adalarda işlər şəhərsalma və tikinti məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək. Ümid edək ki, sonda yaranan nəticə hər kəsi qane etsin.